8 may 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyinin, Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının və Ascent şirkətinin dəstəyi ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş ana və uşaq sağlamlığı, mövcud problemlərə müasir baxış mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Konfransın rəsmi açılış hissəsində çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Ümumilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətlərindən danışıb. Bu mama ginekologiya, pediatriya, neonatologiya ilə bağlı əsas mövzular o sahələrlə bağlı olacaq və burada dediyim kimi həm bizim hospitalda görülən fəaliyyət, həm də ki Türkiyə Böyük Britaniyanın təcrübəsini biz bölüşməyə çalışacağıq. Eyni zamanda o, Azərbaycanda mama ginekologiya, ana və uşaqların sağlamlığının təmin edilməsi sayəsində tibbi xidmətlərin keyfiyyətinin xeyli yüksəldiyini, mama ginekologiya, pediatriya və neonatologiya üzrə kadr potensialının əhəmiyyətli dərəcədə gücləndirildiyini də qeyd edib. Konfransın rəsmi açılış hissəsində eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək damar cərrahı, tibb bilimlər doktoru, əməkdar həkim Rəşad Mahmudov və təbibin icraçı direktorunun müavini Araz Nəsirov çıxış ediblər. Hər bir dünya ölkəsi üçün, elə də bizim ölkəmiz üçün əsas səhiyyə göstəricilərindən biri olan ana və uşaq ölümü ilə əlaqədar olan vəziyyətin həm real bir şəkildə müzakirə olunması, var olan problemlərimizin daha dərindən bir şəkildə öyrənilməsi, gələcək planlarımızın qurulması üçün lazım olan həm tibbi, həm təşkilati işlərin əhatəli bir şəkildə müzakirə olunması üçün bugün geniş müzakirələr gedəcək. Elmi hissə Azərbaycan, Türkiyə və İngiltərənin aparıcı tibb müəssisələrində çalışan yüksək ixtisaslı mütəxəssislər, mamalıq patologiyaları, ginekologiyada müasir müalicələr və ginekologiyada müasir müalicələr mövzularına olan panellərində çıxış ediblər. Bugünkü tədbirimiz də dövlət siyasətinin prioritet istiqamətlərindən olan ana və uşaq sağlamlığına həsr olunub və təbii ki, ana və uşaq sağlamlığı və mövcud problemlərə müasir baxış və bu aspektdən olan mövzuların müzakirəsi nəzərdə tutulub. Tədbirdə ümumilikdə müvafiq ixtisas həkimlərinin, ginekoloqların, neonatoloqların və pediatrların ümumilikdə 200-dən çox həkimin, mütəxəssisin iştirakı nəzərdə tutulmuşdur və dediyim kimi təbii ki, mövzular sırf ana və uşaq sağlamlığında hazırda mövcud olan problemlərə həsr olunub. Qeyd edək ki, konfransda yerli həkimlərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün panel müzakirələri və sual-cavab sessiyaları təşkil olunub. Konfransın hər bir iştirakçısına 7 davamlı tibbi təhsil balı və sertifikat təqdim edilib. Ana ölümü Azərbaycan üçün və bütün dünya üçün böyük bir problemdir. Yaxşı olardı, məsəl üçün İngiltərədə bizim Kral Kollecimiz var. Kral Kollecdə həm protokollar, həm guideline-lar bizə deyir ki, necə işləmək lazımdır. Və biz onlarla bu protokolla işləyərkən biz deməli ana ölümü hər 3 ildən bizə deməli baxırıq ana ölümü nəyə görə olur və bizim deməli ana ölümü İngiltərədə, həm Avropada çox aşağıdır. Yaxşı olardı ki, Azərbaycanda da belə bir təşkilat olsun ki, onlar xüsusilə mama ginekoloqlara baxsın və onlara protokol, guideline versin ki, onlar o protokol üzrə işləsinlər və hamı baxmayaraq ki, sən dövlət xəstəxanada işləyirsən ya da özəl xəstəxanada işləyirsən.